Bir əvvəl Hazreti Abbas üzün döndərdi xeymələrə tərəf. Elə yanıqlı qardaşın səslədi. Ya Hüseyin, gəl hər aya qardaş. İnşallah sinə vurma, bir-iki kəlmə roza deyəcəyəm. Tərpənəy namaz vaxtında İmam Sadiq Əleyhisselamın məqamında. Əvvəlfəz deyil, üzün döndərdi xeymələrə tərəf. Qardaşın səslədi. Ya Hüseyin, gəl hər aya qardaş. Düşmüşəm ibtilaya qardaş. Yox mənim qollarımda bəndən. Getdi səbrim fənaya qardaş. Sən yedi, Allah'ım ucalsın başımı. Dərkələr sədən qərib qardaşımı. Adil geldi Əbəlfəzin başının üstüne. Başını götürdü koydu dizinin üstünde. Gözlerinin kanı sildi. Hava gözlerin açtı. Baktı kardeşin seyir. Dedi sen can benden razısan. Hazret buyurdu and olam Zehra'nın canına. Əbəlfəz senden razıyam. Razıyam senden. Aç gözün kardeşim Əbəlfəz. Aç gözün qamətin bütündü. Qan olub göz yaşım Əbəlfəz. Mərhəba eyamin iləşkər. Saqiyi itrət u peyğəmbər. Bir gördü Əbəlfəz Abbas Aleyhisselam İmam Hüseyin tez-tez xeymələrə tərəf baxır. Bir hər harda Əbəlfəz rozası oxundu. Əbəlfəzə çox ağlayın. Bilirsiniz niyə görə? Bir üçün İmam Hüseyin Aleyhisselam hər şəhədanın ki üstünə gedərdi. Əl-Əkbərin üstünə getdi, Qasımın üstünə getdi. Doyunca ağladı üstlərində. Çünki bilirdi Əbəlfəz xeymədədir, qeyrətli qardaşı xeymədədir. Heç kim cəsarət eləməz xeymələrə tərəf gedər. Heç kim cəsarət eləməz. Amma deyir Əbəlfəzin başının üstündə gələndə deyir, istəyirdi ağlasın, deyir düşmənlər həl-hələ eləyirdilər. Hüseyin niyə oturmuşsan? Balaların xeymədədir, xeymələrdə hücum elədilər. Ondan deyir İmam Hüseyin Aleyhisselam dururdu, gedirdi xeymələrə tərəf, tezdən qaydırdı Əbəlfəzin başının üstündə. Deyir Əbəlfəz Aleyhisselam dedi ki, qardaş Hüseyin, sən gedginən, yaran qalmacıdan məndən. Mənim cənazəmi də aparma sənin qızlarından xəcalətliyəm, qoy məni bu vəziyyətlə görməsinlər. Deyir Həzrət gəldi xeymələrə, xanım Zeynəb gördü ki, çox narahatdır qardaş Hüseyin. Bir qızlara dedi ki, heç kim gelməsin Hüseynin yanına, qardaşım narahatdır. Eşitmişsiniz, ata evə gələndə, narahat olanda onun ən isteyli övladını göndərərlər yanına ki, soruşsun nə xəbərdir. Xanım Zeynəb gəldi, deyir, balıcı Rüqəyyəni götürdü, deyir, gözlərindən öpdü. Dedi, qızım, babın səni çox istəyir, gedginəm, gör, Əbul Abbasdan nə xəbər. Bir Rüqəyyə gəldi, İmam Hüseyin Aleyhisselamın qarşısına, dedi, baba Əbul Abbasdan nə xəbər. Həzrət bir Rüqəyyənin alnından öpdü, qoydu yerə, getdi Əbəlfəzin xeyməsinə tərəf gəldi, deyir, Əbəlfəzin xeyməsinin sütununu çəkdi, yırtdı yerə. Yəni mən qardaşım Əbəlfəz qayıtmayacaq xeyməsinə. Ondan deyir, gəldi, oturdu, əmmaməsini açdı, qoydu yerə, sinəsini açdı, çağırdı bacısı Zeynəbi, dedi Zeynəb, qızları da yırgıdan gəlməkləşin, mən özüm qardaşım Əbəlfəzə roza oxuyacağım. Əla lənətullah aləl qavvəl zalimin, səyələmullezine yemunqəlibu yənqəlibun. اللهم إني نسألك اللهم ندعوك باسمك العظيم الأعظم على أرسل أجل الأكرام وبحق محمد وعلي وفاطمة والحسن والحسين ومن ذرية الحسين يا الله إلهي ellerimizi sinelerimizden âmin kaytarma. Ettiğimiz bu ziyareti layıkınca bizden kabul eyle. Xudaya şeytanın düşmanın vesvesesini bizlerden uzak eyle. İlahi bu dünyada ehl-i beytin ziyaretini, ahirette şefaatin bizlerden iyi nasip eyleme. Evladı olmayanlara evlad nasip eyle. Xudaya parverdigâla
nasip eyle. İlahi zindandan haram tutulan kardeşlerimizi tezliğine nezat ver. Hudaya Perverdigar olar ki bizi yola saldılar, gözleri bizim yolumuzdadır. Perverdigara iltimas dua edibler, onların da hazetlerini öz dergahında kabul eyle. Ve hakkı Nebiyyim ve aleyhi tahirin ve bil Hudaya Perverdigara xəstələrə əvvəlfaz əliylə, tezliylə şəfa kəramət eylə. O bacımız ki iltiması dua eləyib, xəstədir özün ona əvvəlfaz əliylə şəfaət eylə. Bi haqqı Nəbiyyim və aleyhi tahirin. O zəvvarlar da ki bizimlə bir neçə zəvvar gəldi, yolda xəstələndi, gələ bilmədilər. Xudaya Pərverdigara sənə ad verirəm, üzzət salar və əlbəttə o savabı, bu ziyarətin savabını elə apardılar, onlar üçün qədəm götürmüşdülər ziyarətə gəlməyə. Allah Teala bu ziyarətin savabını verəcək. Onların şəfa tapması üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat ediyyelə. İnşallah. Tapsızlar 2-3 nəfər uşaq olmayan kadın, kişi var idi. Evladı olmayanları da inşallah əl-əsərə xatır Allah Teala evlad nəsib eləsin. Ya Allah, gəlin İmam Sadiqin məqamına gedək. Əli əzana düşsək ora, namazımızı qılaq, gün orta namazımızı. Cismi məqbələ kəmərə qoyduğum zaman Şama Hüseyin getmərəm Sarəm olan cismimi məqbələ ketmərəm Qoy sağlam səndən Allah Şama Hüseyin getmərəm Mən ki özüm olmadım dəstəkəm Mən ki özüm olmadım dəstəkəm Diyhamdan həstəyə Getməz idim sənlər görürsə Çarələrdi qızlarına həstəyə Yox qoyuqlarım rahı bərallah Hüseyin Borsalar gəl hər qızlı mən sinəmə inməyəm Sən şühədə sərbəri mən üsəra rəhbəri Sən şühədə sərbəri mən üsəra rəhbəri Sən şühədə sərbəri mən üsəra rəhbəri Sen yatırsan ben sana bir dağlara Sen yatırsan ben sana bir dağlara Göz yakımı suretime baklara Sinem ağlardan neşemi Yollarını lay lay diye ağlarım Okşarlar gönül açır çeşmelere çaylara Məhkəmədir Leyləyəm yolda hüsün çağları Sən şu tədə sərvəri mən üzərə rəhbəri Sən şu tədə sərvəri mən üzərə rəhbəri Zeynəb'in taqətini dərd alır Dağılır ürək başım şöyle sarılır Kərbəladan qurbanlı gedir Qardaşından sinə yaralı ana Həzrət Zəhra Sən şühəda sərbəri
وعن النبي صلى الله عليه وآله قال أعلم من Altı vol teleserler ne biliyorum. Hemen sana bakacağız, sabit zaman sana. Ağız gelin mi? Sınav vurun. Ortalar testesine. Bunu verin aşağısızdır. Düşmanı rüsva edin.
Kimdi senle oldu kurban ucuna şiirlerim Serbere kurban keser ucuna şiirlerim Serbere kurban keser Harbi savreyi Heydere kurban keser Şiirler tem tutan ellere kurban keser Hani istisine sesler hiç ahile Ya Ebel Fez Ya Ebel Fez Ya Ebel Fez Ya Ebel Fez Ergatlan Ebu Abdillah Hüseyin Kavuz Ziyana Esbili Belenler Hacı Zaman Peygamber Selavat ziyaretlerin kabul olmasına katil Muhammed ve Muhammed'e Rızali ve Yaketli Kadra bizlere ağzını tatırıp dünyaların değişikler yolları yakında salavat edilir. Bizler de ziyaret ederler, bizler iltimas edirlər, iltimas edenlerin de herkesin kalbinde, niyetinde, her kanallığı, her kanalları varsa beraberinde bir kheyr olmasından ötürü Muhammed ve Ali Muhammed'e bir tane uzalı salavat. Allahümme salli ala Muhammed Ali Muhammed. Allah razı olsun. Pis deyir arabası. Yox, super. Da Allaha. Qurban olmuşam, uşaqsan bilmirsən zünnadır. Bilmirəm, dinəndə. Bilirəm də. Bunu mən gedirəm, qayıdıram otelə. Dişili eləmə. Nəyini bu bitlərə getməyə almaya çalışıram. Hamı özdə yıxıb da vaxtında üstündə. Çok iyiydi. Saya sudah gede, saya ada di lazım da bir tane asistent lazım. Ben onu çəkmişəm mən buraları. Göstərmə. Güzel. Əlbəttə. Ben niye böyle? Üçten karşı görmemiş. Onu görüyor, o da bunu görüyor. 10 milyon çoğu var, çipi var, arı çipi. O anda maşına geldi de görürsen yere düşer. Allah gelin. Beni tək qoyansın, Zeynəb ağam qoyansın. Beni tək qoyansın, Zeynəb ağam qoyansın. Bazılam bağımlardan hoş, bazılam bağımlardan hoş. Çok sözüm var sana kardeş, çok sözüm var sana kardeş. Koyan Hüseyin, beni tek koyan Hüseyin, Zeynep'e koyan Hüseyin. Bazılam bağımlardan
Adamı yaxınlar. Düşmanım zürrete geldi, başka sevdarete geldi, balalar düşüp çöle. Oyan Hüseyin, Zeynep'e oyan Hüseyin. Oyan Hüseyin, Zeynep'e oyan Hüseyin. Melikeş oyan Hüseyin, Zeynep'e oyan Hüseyin. Haber ver! Haber ver! Haber ver! Haber ver! Haber ver! Eylemim arka elim, zulmüne sınsı Eymenim arka elim, zulmüne söndü benim. Eymenim arka elim, zulmüne söndü benim. Benim sabrımı bu haldan alır, benim sabrımı bu haldan alır. Onsuz zalim sabrı hala sabır, onsuz zalim sabrı hala sabır. Niye kardeş alalım yerden alır, niye kardeş alalım yerden alır. Sen benim birimidir, kardeşim şehrimidir. Sen benim şehrimidir, kardeşim şehrimidir. Oğlarım gele, oğlarım gele, başlı oklana, başlı oklana. Benim arka benim, gönül asıllı benim. Eymenim arka elim, zulüm ile söndü benim. Ali. Doymadım taşlarına,
kuzum, eyle kömək, qolları dana, qolları dana, məşqi otlana, məşqi otlana, eyləm arqam eyləm, zülüm sındı belim, ey benim arka elim, zulüm ile söndü belim. Arka elim, zulüm ile söndü belim, zulüm ile söndü belim. Eyle kömək, vay babam, daş məni tək, yavuzum, eyle kömək, qolları dələ, qolları dələ, məşq oxana, məşq oxana, ey mənim arqam elim, zülm eləsin belim, ey mənim arqam elim, Zulüm ile söndü belim, ey benim arka elim, zulüm ile söndü belim. Sen benim dildeki kalbimdin, sen benim dildeki kalbimdin, sen benim sevdamdan şiirimdin, sen benim sevdamdan şiirimdin. Doymadı şiirin ayağım, kalmadı bende babam, doymadı şiirin ayağım, kalmadı bende babam. Kolları dana, kolları dana, nerede baba, nerede baba, ey benim arqam elim, zulüm ile söndü belim, ey benim. Fotoğraflar koyacaksın. Söndü belim, ey ben. Söndü belim, koy dilanına karda düşer, koy dilanına karda düşer, eşli alem bunu dizlerle düşer, eşli alem bunu dizlerle düşer, biz bir tane sana bir tane düşer, biz bir tane sana bir tane düşer, eşli alem benim, yüreğim canlı benim, yadarım yoktu benim, düşmanım çoktu benim, onları dela, onları dela, nerede baba, nerede baba, Benim, zulüm ile söndü benim, ey benim arka benim, zulüm ile söndü benim. Cenab-ı Abdullah'ın Hüseyin tabiri uzlayan kıyamet, mıdam ilerlet. Görürsünüz burada. Biraz cemlen olur ha hanımlar. Biraz cemlen olur ha. Aslanım. Tamam. Oradan çek. Kulağımıza Aleyhisselam her şühedanın